Bakı şəhəri Nizami rayonunda əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nizami rayon su kanal idarəsi tərəfindən bir sıra işlər həyata keçirilir. İstehlakçıların məişət, içməli, istehsalat, yağış və tullantı sularının axıdılması xidmətləri idarə tərəfindən yüksək səviyyədə icra olunur. Məqsəd sakinlərin dayanıqlı, keyfiyyətli içməli su ilə təminatını həyata keçirməkdir. Nizami rayon su kanal idarəsi, Nizami rayon Bəkir Çobanzadə və Nəsimi küçəsinin kəsişməsində diametri 200 mm qəzalı kanalizasiya xəttlərinin dəyişdirilməsi işləri gedir. Ümumilikdə 67 pagometr kanalizasiya xəttinin 20 pagometr hissəsi dəyişdirilib. Hal-hazırda əks doldurma və kipləşdirmə işləri aparılır. Kanalizasiya xəttinin dəyişdirilməyən 47 pagometr hissəsi növbəli şəkildə dəyişdiriləcəkdir. Rayon ərazisində kədət su anbarı fəaliyyətdədir. Həmin anbarlar mütəmadi olaraq yuyularaq zərərsizləşdirilir. Əhalinin su və kanalizasiya xidmətlərinə olan tələbatını ödəmək məqsədi ilə 10 briqada xidmət göstərir. Rayonda su təminatı ildən ilə yaxşılaşdırılır. Belə ki, primitiv su şəbəkəsi olan ərazilərdə su xətlərində əsaslı və cari təmir işlər aparılır. Paylayıcı xətlər yenisi ilə əvəzlənir. 2026-cı ilin əvvəlindən etibarən qəzaların aradan qaldırılması ilə əlaqədar idarə tərəfindən 392 pagometr müxtəlif diametrli su xətləri dəyişdirilib. 662 pagometr yeni su xətləri çəkilib. İstismara yararsız 60 pagometr su xətti kəsilərək ləğv edilib. Bununla yanaşı 2 ədəd sirtmədə təmir edilib. Hal-hazırda dayandığınız yer isə Çobanzadə 17 ünvanıdır. Burada isə diametri 300 mm olan qəzalı kanalizasiya xəttinin dəyişdirilməsi davam etdirilir. Paralel olaraq Nizami rayonu xidməti ərazisində gündəlik Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 955 zəng mərkəzinə daxil olan su və kanalizasiya şəbəkəsində yaranmış qəzaları aradan qaldırırıq. Qeyd edək ki, Nizami rayon su kanal idarəsinin xidməti ərazisi olan Keşlə qəsəbəsinin bir hissəsində istismara yararsız su xətlərinin dəyişdirilməsi və abonentlərin fasiləsiz su ilə təchiz edilməsi məqsədi ilə yeni su xətlərinin çəkilməsi nəzərdə tutulur.